Mən inanmıram ki, kreditlə hardasa belə bir mənzil tapasınız satışda. Bəli, tam əşyalı, hazır bir mənzildir, möhtəşəm təmiri var. İndi videona baxanda da yəqin ki, bunu hiss edəcəksiniz. Mebel, texnika, hər bir şey var. Yəni, bunları almaq üçün vaxt itirməyə dəyməz. Yəni, ehtiyac da yoxdur, sadəcə gəlib yaşaya bilərsiniz. Dediyim kimi, kreditlə satılır. Məbləğin bir hissəsini əvvəlcədən ödürsünüz, qalanı isə 5 il müddətinə hissə faizsiz şəkildə, daxili kreditdə faizsiz şəkildə ödəyə bilərsiniz. Bunları hamısını mən videonun sonunda da sizin nəzərinizə çatdıracağam. Başlayırıq vaxt itirmədən mənzilin giriş hissəsindən. Bura bizim giriş qapımızdır. Girişdən daxil olduqda solda bu hissədə belə bir gözəl açarlığımız var. Böyük güzgü iləşdirib giriş çıxmanın arxası mebel işləmələr. Giriş qapısı ilə üzbəüz bu hissədə şkafımız yığılıb. Dərinlik də çox yaxşıdır, ideal səviyyədədir. Paltar, ayaqqabı, istənilən əşyanızı tam rahatlıqla yerləşdirə bilərsiniz. Döşəmə qranitli üstü döşəmə ilə təchiz olunub. İşıqlandırmasında lüstr spotlar, gizli işıq, əlavə olaraq bura işıqlar da yerləşdirilib. Yəni, bir sözlə möhtəşəm mənzildir. Mənzildə divarlarda dekorativ boyadan istifadə olunub. Yəni, adi divar kağızı və yaxud emulsiya deyil. Yəni, bunlar hamısını qeyd edirəm. Kiçik nüanslardır, amma qiymət cəhətdən, yəni onların hamısını nəzərə almaq lazımdır. Otaqların yerləşməsini nəzərə çatdırın. Bura artıq görürüz mənzilin qonaq otağıdır, əsas yataq otağı, burada uşaq otağı, solda isə bu hissədə mənzilin kiçik sanitar qovşağı, burada isə əsas sanitar qovşağı, yəni ayrı-ayrıdır, bir yerdə deyil. Başlayaq. Qonaq otağından mən bir-bir hər şeyi sizə göstərim. Normal ölçüdə qonaq otağımız var, yəqin ki, görürsünüz. Bütün mebel dəsti rahatlıqla yerləşdirilib, kifayət qədər boş ərazi də qalıb. Burada böyük 6 nəfərlik masamız var. Bu hissədə dekor güzgülərdən istifadə olunub. Arxası travertindir. Əlavə olaraq lepka daraqlar, dekor güzgülər, yenə bura işıq, divan, kreslo, yəni bunlar hamısı hazırdır. Bu hissədə də travertindən istifadə olunub. Dizayna uyğun tablomuz yerləşdirilib, yəni bunlar hamısı əl işidir. Onu nəzərinizə çatdırım. Burada nə var? Bu hissədə gözəl TV stendimiz yığılıb. Buranı göstərim sizə. Sol və aşağı hissəsi şkafdır. Bura aksesuarlarınızı yerləşdirə bilərsiniz. Televizor yığılıb hazırdır. Mebellərdə hamısı membrandır. Onun nəzərinizə çatdırım. Kondisioneri kimi hər bir şey var. Tavan hissəni ümumi olaraq göstərək. Lüstr spot, hər bir şey qaydasındadır. Nəzərinizə çatdırım ki, mənzil 2 otaqdan 3 otağı düzəlmədə, amma belə deyim, birinci işıqla, yəni hər otağın ayrıca işıqlanması var və mətbəx hissə buradadır. Qonaq otağından belə gözəl sürgülü qapı ilə ayrılır və buradan da mənzilin eyvanına çıxış var, genişdə eyvanı var. İstiri sistemi kombidir, radiatorlar da hamısı quraşdırılıb hazırdır və burada girişdə olduğu kimi isti döşəmədir. Yeni, gözəl mətbəx mebelimiz yığılıb, görsünüz, şkaflar da kifayət qədərdir. Əşyalarınızı tam rahat yerləşdirə bilərsiniz. Üst hissəsi deməli mərmərdir, qaz peçi, aspirator qoyulub hazırdır. Soba bu hissədə qabyan, soyuducu, yəni hər bir şey var. Əlavə içinə almırsınız, paltarınızı götürürsünüz, gəlirsiniz, yaşayırsınız. Və dediyim kimi daxili faizsiz kreditlə. Burada demək olar mən hər şeyi sizə göstərdim, keçək otaqlara. Gəlin elə buradan göstərim sizə mənzilin uşaq otağını. Çox gözəl, zövqlə, dizaynla təmir olunub. Yəqin ki, mənimlə razılaşarsınız. Mən bəyəndim, inanıram ki, siz də bəyənəcəksiniz. Bura bizim uşaq otağımızdır. Nə var burada deyim. Burada yazı masası yuxarı hissələrdə şkafdır və burada bir nəfərlik belə deyim, balaca taxtımız yerləşdirilib, fotoboydan istifadə olunub. Bu hissəni göstərək. Dekor güzgülər və burada da yenə şkafımız var. Hər bir şey tam hazırdır. Əks tərəfdən də göstərək buranın gözəlliyini, qoy müştərilərimiz görsünlər. İşıqlandırma da yenə bura işıqlar, lüstrdan istifadə olunub, yəni çox gözəl təmiri var. Gəlin mən sizə burada göstərim mənzilin sanitar qovşaqlarını. Burada da hər şey tam hazırdır, paltar yan burada yerləşdirilib, onu görə deyirəm, bütün mebel və texnika hamısı var. Geniş ölçülü duş kabinimiz, qara rəngli aksesuarlardan istifadə olunub, gözəl moydadırımız yerləşdirilib bu hissədə və təbii ki, burada isti döşəmə ilə təchiz olunub. Və burada yerləşir mənzilin kiçik sanitar qovşağı. Burada tam olaraq hazırdır, ümumi olaraq göstərək. Maraqlı, teksturalı qranitlər seçilib, divarçı aksesuarlardan istifadə olunub, divarçı ünitə, sağ tərəfdə də moydadır yerləşdirilib. Keçək, göstərək, mən sizə göstərim əsas yataq otağını, sonra indi mənzilin qiymətini və digər məlumatları nəzərə çatdıracağam.
Bura mənzilin əsas yataq otağı, ölçüsü də kifayət qədər genişdir. Yəqin ki, videodan da hiss edirsiniz. Tam hazırda görürsünüz, taxtımızda yerləşdirilib arxa hissəsində tablolarımız, təkli işıqlar, bu hissədə make-upımız və işıqlı güzgüdən istifadə olunub, kondisionerin yeri qoyulub hazırdır. TV, internet çıxış burada nəzərə alınıb, yəni led qadaraqlardan istifadə olunub və yataq otağımızın bu hissəsində yerləşir. Növbəti şkafımız, divarçı şkaf. Dərinlikdə çox yaxşıdır. Bunların hamısını göstərirəm ki, mənzil haqqında, bütün hər şey haqqında tam təsəvvür yaransın, yəni sizdə qaranlıq məqam qalmasın. Belə, mən demək olar, mənzil haqqında hər bir şeyi sizin nəzərinizə çatdırdım. Keçək məlumatlara. Videonun əvvəlində qeyd etmişdim, mənzili daxili kreditlə ala bilərsiniz. Deməli, nədir? İlk ödəniş 180.000 manat. Gördüyünüz şəkildə bütün hər şey daxil, sadəcə giriyaşa mənzildir. Müddət 56 ay ərzində ödəyə bilərsiniz. Aylıq ödəniş 2620 manatdır, faizsiz şəkildə. Yəni üstünə heç bir faiz gəlmir, onu nəzərinizə çatdırırım. Sənədlər qaydasında da, yəni binada kupça var, yəni çıxarış var. İstəsəz krediti bağlayıb həmin kupçanı da ala bilərsiniz ya da müddətin sonunda və mənzil yerləşir 11-ci mərtəbədə, 16 mərtəbəli bina 11-ci mərtəbəsində. Əlavə məlumatlar üçün də göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.